Raul'u diş həkiminə gətirmişəm. Hal-hazırda nə edəcəyik biz? 2'de getireceğiz panoramikle. 2'də panoramik. Bereket. Son zamanlar nəsə ağız boşluğu, şişkinliği var. Gəlmişik yoxlatdırmağa. Biraz da. Da boşta var. O üstünü yavaş yavaş arkaya yapar. Biraz daha arkaya çek. Gülümse. Başını biraz böyle. Gülümse bir de. Dudaklarını kapat. Dilini yukarı damağına yapıştır. Bu formada sabit şekilde gözle. Ben bardağı çekip geleceğim. Savaşçımıza karıştırma oldu. Bir sağına göre. Raul gel. Сзади то, что мудрости. Да. Этот? Угу. Не, не зубы, сзади него то, что надо. Да, это да. Да. Muğabıl dişi çıxmaq istəyir. İstəyir, hə? Hə, istəyir. Bura dirənib. 7-ci dişim dirənib bura. Ola bilər ki, çıxsın, ola bilər ki, yarım çıxsın, çünki çənə bucağındadır. Ki o gələcəkdə yəqin ki çəkiləcək. Bu da əyri gəlir. 4 dənə ağıl dişi yerindədir, amma bunların hamısı çənə bucağına yaxındır. Yəni 4 dənəsi də çəkməli. Amma bu dəqiqə Raula, bəli, ola bilər soyuq dəymə, belə deyək də, hansı ki iltihabi proses burada yoxdur bu dəqiqə. Karies falan var mı? Kariesləri görmürəm də, ağız daxili diaqnostik baxacağam. Yəni burada elə bir ciddi bir şeylər yoxdur. Amma ağrı bu fonda ola bilər. Hansı ki, Vaspoliniya olur. Bəli, bu fonda ola bilər. Çünki köklərdə tam formalaşmayım. Deyim ki, çıxmaq istəyir, bunu yıxmaq istəyir, belə deyək də, çənə bucağında. Amma bu dəqiqə burada bir əgər ağrı varsa, çox güman ki, diş ətində soyuq dəymədən iltihabi proses var. Onu aradan götürərik. Yaxşı olur. Gedəyim baxalım. İşləri sürdür. Maşallah. Bilinir həkim uşaq. Belə də ki, hər şey yerindədir. Maşallah, bütün dişləri yerindədir. Raulda hər şey yaxşıdır. Burada da çıxır, burada da. Bunlar, bu qaraltılar sizi qorxutmasın. Bunlar elə kökləri tam formalaşmır. Hələ başlayır. Gedək orada yoxlayaq indi. Stomatolog. Baxaq görək nə var. Raulda biraz diş əti qızartısı var. Bu iltihabdır. Soyuq dəymədən əmələ gəlib. Ona görə bəli ağrılar var. Yuxarıda o qədər yoxdur, amma aşağıda və görürsüz. Mən bura belə deyək də müalicələr yazacağam. Bu tərəfə baxaq. Raulun biraz öncə rengeninə baxdıq. Hər şey qaydasındadır. Dişin belə deyək də dibində, yəni kökündə heç bir dəyişiklik yoxdur. Sadəcə buradakı bu ağ görürsüz. Bunlar hamısı iltihabi proseslərdir. Bu da soyuq dəymənin fonunda baş verir. Bağlayaq Raul. Raulun prikusu çox qəşəngdir, amma diş əyrilikləri var. Raul bu tərəfə baxaq. Mərkəzi dişlər bir-bir üstünə görürsüz, əyilib. Aşağı kəsçilər də, köpək dişi də lingvala doğru və bir-birinin üstünə belə deyək, əyilib. Bu bizdə sıxlıq adlanır. 1-ci sinifin yüngül sıxlığıdır. Bağlayaq. 2 cərgə idi dişləri zorla düşdü. Bəli. Dişləri balaca vaxtı süd dişləri. Amma dişlərin özünün tac quruluşu və belə deyək, mina təbəqəsi çox mükəmməldir. Raul, breket хочешь? Все.
İnşallah A что за breketi onlar? Necə bir breket bizdə olar? breketlər müxtəlifdir. Raul üçün ən yaxşısı, mükəmməli, ən yaxşısını eləyərik. O da bizdə Germaniyanındır. Aha, Yaxşı. Allah Fimo olsun. metalı o qədər mükəmməldir ki, baxın, o breketləri biz tətbiq eləyəndə heç bir belə ağız daxili proseslər, allergenlik, mədə bağırsağa heç bir təsiri, mənfi təsiri olmur. Çox da gözəl, yəni belə deyək də 1 il yarıma Raulun prosesləri tam bitəcək olacaq əla. Gollivudski ulubka. Yaxşı Raul. İndi isə heç nə iynə zad damağına heç Yox, nə heç bir vurmaq şey lazım deyil. Mən sizə bura belə deyək, müəyyən qarqaralar, müalicələr, ev daxildə belə deyək də müalicələr yazacağam ki, həkimə gəl-get olmasın. Evdə müalicə edəcək, sonra hər şey bitəndən sonra gəlirsiniz müalicəyə, breketə ki, bu qızartılar getsin. Raulcik, belə xoşdur, belə qalsın da saç. Hə? Stomatoloq kimi indidən dişlərin qəşəng olmalıdır. Deməli, doktor bizə yazdıqlarını aldıq. Biz nə edəcəyik? Doktor məsləhəti ilə belə problemlərdə nə edə bilərik evdə? Nistatini əzirik, balla qarışdırırıq və damağa sürtürük tamamilə, elə də qalır. Ondan sonra bu çayla qarqara edirik. Sonra laktaz olmazı istifadə edirik damaqlara və həmin qızarmış nahiyələrə və duzla 2 damcı yod 2 dəfə yaxalaya bilərik. Çox sağ olsun Ülkər doktor.